Yoldaşımla sevib ailə həyatı qurmuşuq, lakin indi bir evin içərisində mənə hörmət qoymur. Mənim direktimə gələn və izləyicimin soruşmuş olduğu həmin sualı indi sizinlə birlikdə cavablandıracağam. Bəzi kişilər hörməti və sevgini fərqli olaraq qəbul edirlər. Sevsələr belə hörmət etmədən o münasibəti davam etdirməyə çalışırlar. Əslində hörmət sevgi ilə bərabərləşdirilməyən bir hissdir. Siz bir iş yerindəsiniz və orada müdirinizlə aranızda heç də sevgi münasibəti olmayan bir ortamdasınız. Amma davamlı ona hörmət edirsiniz. Çünki hörmət etməlisiniz ki, oradakı o vəziyyətdə sizin işiniz doğru və düzgün getsin. Özünə hörmət qoymayan, davamlı qarşı tərəfi razı salmağa çalışan qadın da bu münasibətin içərisində əlbəttə ki, hörmət görməyəcək. Nə qədər sevilmiş olsa belə. Çünki sevgi və hörmət tamamilə fərqli duyğu olduğuna görə, hörmət adətən sərhədləri qoyulduğu zaman müəyyənləşdirilir. Mən əminəm ki, bu günlərin bir çox qadınların həyatında məhz bu var. Sevgi var, hörmət yox. İndi bunu bildirmək istəyirəm ki, mənim ideal qadın təlimim artıq qeydiyyata açıqdır. Dəyişmək, inkişaf etmək üçünsə, əlbəttə ki, təlim sizin üçün uğurlu bir seçim ola bilər. Qeydiyyat anketini əldə etmək üçünsə, şərhlərdə plus yaz, sənə məlumatı göndərim.